3 il əvvəl mənim də gəlinlik və makiyajım burada olmuşdu. Bu ilk dəfədir ki, bu qədər münasib qiymətə bir kafe görürəm. Laçın ticarət mərkəzinə gəldik. Burada bəy kostyumlarını seçirik. Paltarı mən özüm üçün seçmişəm. Ailəvi yoldaşımla, qızımla gedirik Bakı Dövlət Sirkinə. Məni ən çox heyrətləndirən səhnələrdən biri də buydu. Böyük baloncuqların belə hərəkət eləməsi. Hər kəsə salam, YouTube kanalıma xoş gəldiniz. Rəhimə bacım üçün gəlmişik gəlinliklərə baxmağa. İlk gələcəyimiz yerdə KL Studiyadır. 3 il əvvəl mənim də gəlinlik və makiyajım burada olmuşdu. Əsas avantajlardan biri də burada makiyajla gəlinliyin ikisi də bir yerdə olmağıdır. Çünki makiyajı eləyəndən sonra gəlinlik üçün bir də ayrıca yol gəlməlisən. Yəni ondansa bir yerdə olmaq daha yaxşıdır. Burada gəlinliklərin çoxsu kirayədir. Satışı da var. Satışı da köhnə gəlinliklərdir. Yəni onları ucuz qiymətə 50-60 manata satılacaq köhnələri. Amma belə təzələri kirayə verirlər. Burada gəlinliklə yanaşı ziyafət geyimləri də var. Orada arxa hissədədir. Yəni öndə olanları hamısı mankenlərə, gəlinlik geyindirsələr də ziyafət geyimləri də var burada. Gəlinliklərin çoxsunda görürsünüz dekoltelər var, yaxası açıqdır, kürəyi açıq olanlar da var. Amma onu bərpa eləyirlər, istədiyiniz formada örtə bilirlər. Bizim seçdiyimiz gəlinliklər 500-700 arası idi. Həm də kampaniyada gəlini də bəzəyirlər, bir də gəlinin yanında bir nəfər də pulsuz bəzəyirlər. Daha yüksək məbləğdə gəlinliklər olanda isə əlavə olaraq pulsuz ziyafət geyimi də verirlər, yəni kampaniyanın daxilində. 3 il əvvəl biz bura gələndə işçilər çox nəzakətli idi, kobud cavab vermirdilər. Adamın nazı ilə oynayırdılar. Amma bu dəfə bizi biraz məyus elədilər. Cəmi biz 4 dənə gəlinlik sınadıq, yoxladıq. 4-ündən birini seçdik. Bizə deyirdilər ki, biz heç kimə bu qədər gəlinlik dəyişməyə icazə vermirik. Çünki hər geyinəndə əslində biz sizdən ödəniş almalıyıq. Heç bir yerdə belə bir halla rastlaşmamışam. Hara gediriksə, paltarı yoxlayanda belə bir şey bizə demirlər. Təbii olaraq da müştəri paltar almazdan əvvəl əyində yoxlamalıdır. Bu, yəni pulla olan bir şey deyil. Yoxlamaq üçün də pul lazım deyil. Gəlinliyimizin behini verəndən sonra da gəldik burada yaxınlıqdakı kafelerin birində bir şeylər yeyək. Doğrusu ilk dəfədir ki, bu qədər münasib qiymətə bir kafe görürəm. Çox münasibdir qiymətlər həddən artıq. Keçən dəfə Cafe Love City'yə 90 manat ödəyib ac gələndən sonra bura gəlməyimiz çox yerinə düşdü. Yəni onu bərpa eləmiş kimi oldu. Təsəvvür edin, burada 3 dənə pizza, bir dənə kartof fri, bir də 1 litr kola, cəmisi bir yerdə 28 manatdır. Bu ailə menyusu olan kampaniyada da çox səhvəlidir. Təklikdə satılanda pizzanın birinin ən ucuzun qiyməti də 7 manatdır. İlk dəfədir ki, ən ucuz qiymətə burada rastladım. Ən əsası da bizdən əlavə olaraq xidmət haqqı çıxılmır, nə ediksə onun pulunu ödədik. Əgər həmin kafeyə getmək istəsəz, kafenin adı Adana Kebab House-dur. Ünvanı da Xalqlar Dostluğu tərəfdə yerləşir. Bizi yeməyə dəvət elədiyi üçün yeznəmizə çox təşəkkür edirik. Kafedən çıxıb Laçın ticarət mərkəzinə gəldik. Burada bəy kostyumlarını seçirik. Kirayə kostyumlar da vardı, amma bəyimiz bir dəfəlik aldı, yəni nağd ödənişlə. Çəkiliş elədiyim yerlərdəki kostyumlardan heç birini bəyənmədik. Biz özümüz üçün kirayə paltar seçməyə çıxanda bir də gördük ki, bəyimiz kostyumu əlində hazır alıb qoyub. Prokat üçün paltarlar burada 4-cü mərtəbədədir. Rozov rəngdə olan paltarı mən özüm üçün seçmişəm. Paltarları seçəndən sonra kanalımın olduğunu bildirdim. Ondan sonra çəkilişə icazə verdilər. Çox sağ olsunlar. Bu arada paltarda xoşunuza gəlməyən hissələri bildirirsiniz. Onlar sizin üçün düzəliş eləyirlər. Bir də biraz çeyin hissəsi oturmurdu. Onu inşallah gələn dəfə düzəldəcəklər və tam oturacaq. Bir də ətək hissəsi biraz qısaltdım. Çox uzun sevmirəm ki, yerdə sürünür, mane olur. Əvvəlcə mən başqa paltar yoxlamışdım. Sonra onu dəyişdim fikrimi. Rozovunu götürdüm. Əvvəlki geyindiyim paltar da bu mavi rəngdə olan paltardı. Onu da Elnarə götürdü. Düzdür, gözəl paltardı, amma nədənsə mən ən çox xoşuma gələn Rozov oldu. Onu da bəyəndim, Rozovunu da bəyəndim. İkimizə bir yerdə endirim elədilər, 70 manata kirayə verdilər. Əvvəlcədən behi vermək lazımdır. Müdiriyyət izləyicilərimə özəl kampaniyada təşkil elədi. Mənim adımdan gələnlərə, yəni xanım Rzayevanın adından gələnlərə xüsusi endirim olacaq. Həmin yerdə 125-ci otaqda 4-cü mərtəbədə yerləşir. Əgər sizə əlaqə nömrəsi də lazımdırsa, Instagram hesabıma yazıb məndən istəyə bilərsiniz.
Bugünsə ailəvi yoldaşımla, qızımla gedirik Bakı Dövlət Sirkinə. Biletlərin qiyməti 11 manatdan 45 manata qədərdir. Biz 20 manatlıq bilet alacağıq, 2 nəfərlik. 3 yaşa qədər uşaqlar üçün pulsuzdur, yəni Banu üçün pul ödəməyəcək əlavə olaraq. Gedək Banu. Gedək. Gəldik, çatdıq Bakı Dövlət Sirkinə. Deməli, buranın ünvanı Su İdman Sarayı tərəfdədir. Yəni Su İdman Sarayı ilə üzbəyüzdə. Biletlər 2 vaxtda verilir. 1 saat günorta 1-dən 3-ə qədər, bir də axşamdır. Onun saatı yadımda qalmayıb. Deyəsən 7-yə qədər idi. Ya 7-də başlayırdı. Biletləri onlayn da almaq olar, yəni iTicket.az-dan, ya da elə belə kassadan yaxınlaşıb almaq da mümkün. Sirkin üstü betondan deyil, çadırdan quraşdırılıb. Yəqin ki, müvəqqəti fəaliyyət göstərirlər deyənə həmişə eyni yerdə olmurlar, yəni fərqli yerlərdə şəhərcik quraşdırırlar. İlk baxışdan içəri girən kimi elə bildim ki, Targovada quraşdırılan Targovu kimidir, yəni mənə elə bir təəssürat bağışladı. Buradakı it də yəqin ki, elə belə gətiriblər, yəni sirk aid olmaz. Şəkil deyəsən ödənişlidir, yəni itinə şəkil çəkdirmək üçün məbləğ ödəmək lazım idi. Sonradan yadıma düşdü ki, biz orada oturarkən nələrsə atışdırmalıqlar da almaq lazımdır, amma buradakı atışdırmalıqların qiyməti çox baha idi. Bilsəydik elə əvvəlcədən yanımızda alıb gətirərdik. Popkornun birinin qiyməti 4 manat idi, sokların hər biri deyəsən 3-4 manat idi, cipsi də elə o qiymətə idi. Yəni balaca boyuydu, orta boy balacası 3 manata verirdilər. Sonradan maraqlandıq ki, burada heyvanla çəkdirmə, yəni ilanla çəkdirmə qiymətini öyrəndik 3 manat idi. Targovadakı domiklərdən fərqli əsas burada atraksiyonlar da var uşaqlar üçün. 3 dəqiqəlik oturmaq üçün 3 manat idi qiyməti. Məncə yaxşıdır. İlk göstərdiyim atraksiyon biraz çox sürətli hərəkət edirdi, ona görə Banu üçün uyğun bilmədik. Bu məncə daha yaxşıdır. Yavaş sürətlə hərəkət edir. Uşaqlar üçün daha təhlükəsizdir. Düzdür, atın üstündə otursaydı daha yaxşı olardı, daha gözəl görsənərdi, amma Banunun atası dedi ki, ən təhlükəsizi budur. Elə otursa yaxşıdır, kraliça kimi. Sürəti olduqca yavaşdır, elə körpü uşaqlar üçün məsləhətdir. Atraksiyon dayananda uşaqlar durub gediblər. Sən demə, Banu təzədən atraksiyonu işə salıb. Yəni Banu ikinci dəfə də atraksiyondan pozul istifadə eləmiş oldu. Maşallah olsun mənim ağıllı qızıma. Mən gəldim yenə bu şirin itli çəkməyə. Çox xoşuma gəldi. Yumuşaq görsənir, pambıq kimi. Tamaşanın başlamağına 20 dəqiqə var. Biz indidən gəldik ki, yerlərimizi alaq. Banu dəcəli elirdi, dayanmırdı. Ona görə də atası getdi ki, onun üçün belə bir işar alsın. İlk tamaşa klounlarla bağlı idi, amma nədənsə heç sevmədim birinci. Həm də Banunun diqqətini çəkə bilmədilər, yenə də sakit dayanmırdı. Ona görə də dedim ki, yəni biraz diqqət çəkən bir şey olsa daha maraqlı olardı. Sonradan amma hamı əl çalanda Banu da onlara qoşuldu, biraz iştirak elədi. Başqa videoların altında yazırlar ki, çəkiliş sıfırdır, yaxşı çəkmir telefonu. Həqiqətən də belədir. Mən inanmıram, razılaşıram. İnşallah imkan olsa daha yaxşı telefonla çəkilişlər edəcəm. Hələ ki əlimdə olan imkanlarla sizin üçün belə çəkə bilirəm. Məni ən çox heyrətləndirən səhnələrdən biri də bu idi. Təhlükəsizlik kəməri olmadan görürsüz necə fırlanır, boynu qırıla bilərdi, yəni çox riskli bir işdir. Bu səhnə də çox risklidir. Görürsüz, o alov yana-yana bir-bir çubuqları fırladır. Yəni əllərini yandıra bilərdi. Bu da risklidir.
Bayaqki tamaşadan sonra yenə də klon səhnəsi verdilər. Birinci göstərdikləri kimi maraqsız deyildi. Bu dəfə biraz maraqlı alınmışdı. Klonlar səhnənin ortasında deyil, tamaşaçıların olduğu yerdə hərəkət edirlər. Çünki növbəti səhnəni işçilər orada quraşdırırlar. Həqiqi qazdı. Bu maraqlıdır. Bu da çox riskli səhnələrdən idi. Ümumiyyətlə akrobatların hamısı xaricdən gələnlər idi, hərəsi bir ölkədən gəlmişdilər. Bir dənə də olsun Azərbaycanlı akrobat yox idi. Maraqlıdır bu. Sözün düzü fikrimdə tutmuşdum ki, başqa heyvanlar da ola bilər. Amma itdən və qazdan başqa heyvanlar yox idi. Elə ikisi var idi. Amma heç olmamağından yaxşıdır. Buna da şükür Banunun diqqətini çəkə bildilər. Banu biraz yorulmuşdu, yuxu vaxtı idi, ona görə də biraz yuxuladı. Mən də elə bildim ki, axıra qədər də belə davam edəcək, elə yatacaq. Amma sonrakı kadrlarda görəcəksiniz ki, durub baxır yenə. Sirkdə hər şey əla idi, amma bir dənə keyfimi pozan bir qadın var idi. Həmin xanım bizim qabağımızda oturmuşdu, hicablı idi. Amma hicablı olaraq hərəkətləri heç də imanlı insana uyğun hərəkətlər deyildi. Elə bil ki, şeytanın özü idi. Xanımın yoldaşı arxada oturmuşdu, bizdən arxada. Tamaşa vaxtı da mənə sözlər atırdı, amma fikir vermirdim, boş verirdim. Biz arada bir yoldaşımla tamaşaya baxanda bir-birimizə fikirlərimizi deyirdi. Yəni bu da bir normal haldır. Onun özü də uşaqları ilə danışıb elirdi, yanımızda başqa izləyicilər də elə. Yəni burada elə bir yerdir ki, ictimai olan bir yerdir. Hamı da fikrini söyləyə bilər, baxa bilər. Yəni bu normal haldır. İkincisi də ki, bu necə Allahı imana gətirəndir ki, onun bəndələrini incitməklə məşğuldur. Humanist yanaşmaqdansa insanlara qarşı daha çox aqressiv, şeytanla bənzər hərəkətlər edirdi. Nəysə, başladı bu fasilə vaxtı daha çox həddini aşmağa. O insanın özü də bloger imiş, Instagram hesabını göstərirdi. Güya ki, yoldaşı bunun bilmir ki, blogerdə. Mənə göstərmək istəyirdi. Burası güya yoldaşına göstərir. Səhifəni də göstərdi, uzaqdan görə bilmədim. Onun özü Instagramda fəaliyyət göstərirdi, yəni YouTube'da deyildi. Sonra da deyirdi ki, bizi çağırıblar kafeni reklam eləməyə. Bunu bizə niyə deyirdi ki, mən başa düşmədim ki, evdə bu yoldaşı ilə bu söhbəti aparmamışdı. Bizə göstəriş eləməyə çalışırdı yəqin ki. Yeri gəlsə mən də deyə bilərdim ki, mənim də YouTube kanalım var, amma mən demədim. Məncə blogerlərin normal insanlardan heç bir fərqi yoxdur. O özünü üstün tutmaqda haqsızdır. Sirkdə ən çox maraqlı olan məqamlardan biri də bu idi. Çox xoşuma gəldi böyük baloncuqların belə hərəkət eləməsi. Həmin qanqaraçılıqdan sonra belə bir şeyin olması mənə çox yaxşı təsir bağışladı. Gelin, konaklarımızın bir daha alkışlayalım. Kiçik bir xatırlatma eləyim. Kanala abunə olmayanlar lütfən abunə olsunlar və like, yorum yazaraq daha çox izləyicinin qabağına bu videonu çıxara bilərsiniz. Özünüzə yaxşı baxın. Hələlik, gələn görüşədək.